Herkese selamlar dostlar, ben Ecun Aliyev. Bugün hem sizlerle birlikte gelecek planlarım hakkında biraz danışacağım. Geçen videoda yadınızdadırsa demiştim ki bu yay etkilerimi sizinle bölüşeceğim. Deməli dostlar, yanında bir notebook var, yani dəftərim var. Buraya yay planını yazmışam, ancaq bu yay planından daha çox mənim gələcəkdə də istifadə edə biləcəyim bir şeydir. Onda bu halda başlayaq və ilk mərhələ mənim ingilis dili səviyyəmi qaldırmaq olacaqdır. Keçən videoda demişdim ki, mən Flex proqramına qoşulacağam və buna qoşulmaqdan ötəri ingilis dili səviyyəniz, yəni səviyyəm hamınızı nəzərdə tuturam, yaxşı olmalıdır və mən də hal-hazırda ingilis dili səviyyəmi qaldırmaqla məşğulam. Eyni zamanda başqa işlər də görürəm. İndi onları da deyəcəm. Dostlar, bunları nə üçün sizinlə bölüşürəm? Biraz bu haqqda da danışım. Bunları sizinlə bölüşürəm ki, bəzi insanlar bəlkə də, yəni birilərinə baxıb həyatlarını dəyişdirmək istəyir, yəni dəyişdirərlər. Bu kanal belə deyim də dostlar, təbii ki də düzdür. Sizə məlumat verirəm. Hədəfim zaten sizə bir şeylər çatdırmaqdır, yəni bir şeylər qatmaqdır zaten. Ancaq eyni zamanda özümü də gəlişdirirəm. Yəni təkcə burada siz xeyir görmürsünüz, eyni zamanda mən də görürəm. Yəni qarşılıqlı bir-birimizə kömək edirik. Deməli, yəni Flex'ə qoşulmaq üçün ingilis dilini öyrənəm və hal-hazırda ikinci olan soyuq duşdur. Soyuq duş dostlar daha çox mənim üçün çox önəmlidir. Çünki mənim dayanıqlığımı artırır və yəni belə deyim də, bədənə də xeyri var zaten. Hal-hazırda da bildiyiniz üzrə yaydır və dediyim kimi, əgər yayda bir şeyləri etmək istəsək və həqiqətən də özümüzə xeyir verəcək bir şeydirsə, onu edin. Və mən də özümə soyuq duşu aldım, görməyə. Yəni hər gün soyuq duş almıram, yəni onu da deyim bu arada. Yəni nə vaxt duş alsam o zaman soyuq duşa girirəm təbii ki də. Xeyirləri bu arada çoxdur, amma yəni çox şeydə də belə sağlıqlı şəkildə edin. Yəni gedib buz kimi suyu birdən açıb başınıza tutub belə etməyin. Bu kəsinliklə ziyandır. Onun da altını çizim. Və üçüncü olaraq günlük rutinimə uymaq, yəni günlük planıma sabit şəkildə irəliləmək, yəni qalmaq. Dostlar, bunu nə üçün deyirəm? Günlük plan çox, yəni önəmli bir şeydir həyatda. Yəni mənim üçün ən azından elədir. Çünki mən günlük nə edəcəyimi bilməsəm, həqiqətən də sanki özümü bir boşluqda hiss edirəm. Yəni günləri zaten hər kəs özü bilir, nə edəcəyini, durandan sonra nə edəcək, axşam yatmamışdan qabaq nə edəcək deyə. Ancaq mən bunu planlamağı sevirəm, yəni planlı şəkildə hərəkət edirəm və bu belə deyim də, nə xeyri toxunur, buradan nə qazanıram. Ən azından bu planı qurarkən içərisinə, yəni mənə xeyir verəcək şeyləri yazıram və onları gün içərisində etdiyim vaxt həqiqətən də mənə çox, yəni xeyri toxunur. Təbii ki də mən robot deyiləm. Hər gündən belə sabit bir şey etmirəm. Olur, qüsursuz deyə bir şey yoxdur zaten. Ancaq qüsurlu olsa belə mən onu edirəm. Həmin günün axırında bir şeyləri edib qurtarım. Ona görə də günlük plan önəmlidir və mən yəni günlük planıma sabit qalıram. Keçən videoda demişdim zaten günlük planım haqqında. O da buradadır. Yəni günlük planım hazırda buradadır. Buraya yazmışam və onu uyuram və gələk dördüncüyə YouTube kanallarımı genişlətmək. Nə mənada genişlətmək və mən kanalları dedim, nəzərinizə alın. Nə üçün yazmışam bunu? Dostlar, ilk olaraq bunu deyim ki sizə, mənim təkcə bu platformada bu kanalım yoxdur. Yəni mən iş dostumla bərabər qurduğum digər kanallarımız da var və orada da videolar çəkirik. Hal-hazırda bir dənəsinin son 30 gündə, bu arada kanalı yeni açmışıq, son 30 gündə əldə etdiyi nəticəni buralara bir yerə qoyacağam, yəni baxa bilərsiniz. Sonrasında gələk bu YouTube nə üçün YouTube'a başlamışam, bunu da deyim. Bilirsinizsə, mən əvvəllər də YouTube'da videolar çəkirdim, ta 8 il əvvəldən. Uşaqlıqdan bəri hər uşağın içində o belə YouTube kanalı açın, bir şeylər paylaşım, o hissi ilə bərabər mən o vaxtlar Enes Batura filan baxırdım, elə başladım, marağa gəldim, elə başladım. Və bu günlərimdə davam etdirirəm həmin işi və həmin işdə də professionallaşmaya doğru gedirəm. Yəni özümü sıfırdan hal-hazırda inşa etməyə çalışıram yenə. Və bunu nə üçün edirəm? İlk başda təbii ki də hər kəsin, yəni bu qaçınılmaz, mən burada yalan danışmayacağım. Hər kəsin maddi ehtiyacları var. Yəni hal-hazırda düzən zaten pul qazanmağa görə uyğunlaşdırılıb və mən də buna görə edirəm və bunu edərkən ən azından istəyirəm ki, sizə xeyirli bir içəriklər verim. Yəni sizə xeyir gətirə biləcək, həyatınızı dəyişdirə biləcək hər hansısa bir içərik verim. Düzdür, hər kəs
eyni videolar çəkmir, yəni eyni videolara da ya da baxmır. Yəni çox fərqli içərik çəkənlər də var. Mən də bu tür videolar çəkirəm. Bu tür videodan da istəyirəm ki, mənim kanalımı izləyənlər özlərinin həyatında bir şeyləri dəyişdirsinlər. Deməli, birinci olaraq mənim neçə vaxtdır deyirəm sizə, bir şeylər edirəm, ticarət nə bilim belə məşğul oldum filan. Hələ təzə başlamışam. İşimin adı Social Media Marketing Agency. Bəli. Çox insan bilir, bunu hazırda SMM deyirlər Azərbaycanda. Yəni sosial media marketing, buna rəqəmsal marketing də deyə bilərsiniz. Yəni bu mənim nə üçün bunu edirəm? Biraz bu haqqda danışaq. Çünki dostlar, mən hal-hazırda dediyim kimi YouTube biznesi ilə məşğulam və burada da özümü professionallaşdırmağa çalışıram, bu üzrə gedirəm. Yəni bu bir nəvi ticarətdir mənə görə. Zaten axırı elə gedir. Mən əvvəllər beynimdə e-ticarət tutmuşdum. Hazırda da e-ticarət var. Sadəcə e-ticarət mənim üçün belə deyim. Məndə hal-hazırda 3 dənə yol belirləmişəm. Birinci yolda YouTube'dur. İkinci mövqedə mənim sosial media marketingdir. Üçüncüdə isə e-ticarətə keçişdir. İşte bu e-ticarət böyük bir yer olduğu üçün ora gələnə kimi təbii ki də əlinizdə bir maddi vəziyyətiniz olmalıdır. Və mən də bunu SMM-də inşa etməyə başlayacağam. İnşallah bilmirəm nətər olacaq. Hazırda onu deyim ki dostlar, sırf SMM-ə fokuslanmışam deyil. Hal-hazırda mən fokuslandığım bölmə YouTube-da kanallarımızı böyütməkdir. Yəni kanallarımızı deyirəm, çünki öz kanalımda daxil digər biznes kanallarımızda və bəli, yəni mənim gələcək hədəflərim bunlardır. Biraz nə üçün mən Amerikaya getmək istəyirəm, biraz o haqqda da danışım. Amerikaya ona görə getmək istəyirəm ki, həm özümün biraz Azərbaycandan dışarıda bir mədəniyyət kəşf edərəm. Yəni digər insanların düşüncəsini, nə bilim, daha çox belə işte həyat dəyişdirmək kimi, anlarsınız mı? Yəni düz deyib burada yəni böyük bir şey yoxdur. Oradakı insanlar da, insanlar buradakılar da. Sadəcə yeni yerlər kəşf etmək, həm də düşüncələrimin dəyişməsini istəyirəm biraz da və əsas olaraq da orada bir ticarətimi, yəni genişlətmək istəyirəm. Bu təbii ki də gələcəkdə olan bir şeydir. Hal-hazırda dediyim kimi Azərbaycandayam və Azərbaycanı mən hal-hazırda YouTube-a fokuslamışam. Narahat olmayın, mən kiçik çalışıram ki, sizə xeyir qata biləcək bir şeylər verim. Gələcək videolarda görüşərik dostlar. Bu videomu bu qədər tuturam. Özünüzə yaxşı baxın, salamat qalın. Gələcək videolarda görüşərik. Sağ olun.